Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İmam-ı Şafii Rahimehullah buyurur ki, kim istəyirsən ol, necə istəyirsən ol, insanların hamısını razı sala bilməyin mümkün deyil. Mütləq bir kəsim, bir toplum səndən nifrət eləyəcək, səndən xoşları gəlməyəcək. Sən özünlə Allah arasını düzəlt, sonra insanların sənin haqqında nə düşünmələrinə fikir vermə. Nə gözəl sözdür. Bunun əslində mənası nədir? Mənası odur ki, sən əsas çalış, özünlə Allah arasını düzəlt. Səmimi ol, dürüst ol. İnsanların yanında yaxşı olub, təklikdə qaldıqda isə Allaha asi olma. Məscidlərdə iman əhlinin yanında əxlaqlı, imanlı görsənib, başqa vaxtı isə Allahın qoyduğu pərdələri etdiyin günahlarla yırtma. Sən dürüst ol, səmimi ol, geridə kim sənə necə baxır, heç önəmli deyil. Allah Teala bizləri gerçekten ve səmimi iman əhli və ona səmimi qəlblə inananlardan eyləsin. Və müsəlman olaraq yaşatsın, huzuruna da müsəlman olaraq köçməyi nəsib eyləsin. Və bizləri bu duaya amin deyənləri peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə, salihlərlə həşr eyləsin qiyamət günü. Və ürəyində Rasulullah s.ə.v sevgisi olan, ürəyində Allah sevgisi olan və onun peyğəmbərinin sevgisi olan hər kəsə Allah bu torpaqlara gəlib qəbul olunan ümrə və həcc etməyi nəsib eyləsin. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.